Salam əziz abituriyentlər, blok imtahanında düşə biləcək belə bir sualın həllinə baxaq. Deyir ki, x üstəgəl y 450 dərəcə və kosinus x -0,6 olarsa, sinus 2x üstəgəl 3y ifadəsinin qiymətini tapın. Deməli, bizə x plus y bərabər 450 dərəcə verir. Mən bu ifadə üzərində belə bir çevirmə edirəm. Sinus bu ifadəni belə yazıram. 3x üstəgəl 3y çıxılsın x. Bu da bərabərdir. Bu ifadədən 3'ü çıxardıram ötərisə xaricinə. Sinus 3 vurulsun x üstəgəl y çıxılsın x. X plus y-in qiymətini bizə 450 dərəcə verib, qiymətini yerinə yazsaq, sinus 3 vurulsun 450 dərəcə çıxılsın x. Bu da bərabərdir. 3'ü 450 dərəcəyə vuranda sinus 1350 dərəcə çıxılsın x edir. Bu da bərabərdir. 1350 dərəcədən 3 tam dövrü ata bilərəm, yəni 3 vurulsun 360'ı 1080 dərəcəni atsaq, bu bizə verəcək sinus 270 dərəcə çıxılsın x. Bu da bərabərdir. Burada biz çevirmə düsturu aldıq. Sinus 270 çıxılsın x 3-cü rübə düşən bucaqdır və ad burada dəyişəcək. Bu ifadə bərabər olacaq mənfi kosinus x-ə. Görürük ki, kosinus x-i bizə mənfi 0,6 verib. Bu da bərabərdir mənfi 0,6. Bu ifadə bərabər olacaq müsbət 0,6. Sinus 2x plus 3y ifadəsinin qiyməti 0,6-ya bərabərdir.